Kəmalə Günəşlinin arxasını göstərərək onu tənqid edənləri təhqir edən meyxanaçı Samirənin qızı müğənni Fərəh saxlanılıb. Lentaz xəbər verir ki, Fərəh Samirə qızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. Fərəh yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. Ayrılmasın, bir şey demək istəyirəm. Elə bunu yayınlayacağıq. Həm mən öz səhifəmdə yayınlayacağım, hər yanda. Bütün saytlara belə verəcəyik. Bax, burada Nərminimizin məclisində nə qədər xanım var. Valla, hamınız bəzi yerlərini danışırsınız, amma bəzi yerlərini yeyirsiniz. Hamınızda da var, əcə verin, yaxşı elə. Hamınız sevirin, bir cüruzlu almışlar. Polisin bu addımı təqdirə layiqdir. Yəqin ki, növbəti belə addım atmaq istəyən, danışığın bilməyən, insanları təhqir edən və yaxud əxlaqsızlığı təbliğ edən insanlara bu bir dayanış olacaq və onlar bundan nəticə çıxararaq cəmiyyətimizi korlamayacaqlar.